Verilmiş düzbucaqlıda renkli olmayan sahə, yəni bu hissə, mavi renkli sahədən, bu mavi hissədən neçə faiz böyükdür? İlk öncə ümumi fiqura baxıram. Ümumi fiqurumuz bu düzbucaqlıdır. Bu düzbucaqlıda eni 6 cm, uzunluğu isə 12 cm qeyd olunub. Bilirəm ki, düzbucaqlının qarşı tərəfləri bir-birinə bərabərdir. Ona görə bu hissə də 6 cm-dir. Və 5 cm, 10 cm, yəni ümumi 15-dir. Bu hissədə olacaq 15 cm. Ümumi 15 cm olacaq. Doğrudurmu? Renkli olmayan sahənin fiqurun sahəsini tapmaq üçün mən ümumi fiqurun sahəsindən ümumi fiqurun sahəsi nə qədər olacaq? 6 vurulsun 15. 90 kvadrat santimetr. Düzdürmü? Ümumi. Burada S ümumi yazırım. Mavi renkli S mavi yazırım. Mavi renkli fiqurun sahəsini hesablayıram. Bu nədir? Düzbucaqlı, üçbucaqlı. Sahəsini tapmaq üçün 6-nı vurmalıyam 5'ə. Bir də vurmalıyam 2'də 1'ə. Bərabərdir 15 kvadrat santimetr. Olur mavi hissə. Bu renkli olmayan fiqurun sayısı tapmaq üçün ümumidən çıxmalıyam mavini. Olur 75 kvadrat santimetr. Bu hal-hazırda onların sahələrinin ölçüsüdür. Bizə faizlə istəyir. Deyir ki, renkli olmayan sahə, yəni 75 kvadrat santimetr, renklidən, yəni 15'dən necə faiz böyükdür? Bunu tapmaq üçün nə etməliyəm? 75'dən, yəni mavi olmayan, renkli olmayan sahədən çıxmalıyam renklini, yəni 15'i. Bölməliyəm 15'ə. Vurmalıyam 100%. 75'dən 15 çıxıram 60. 60'ı 15'ə bölürəm və ümumi cavabı 100'ə vurmalıyım. 60 15'ə böləndə olur 4. 4'ü 100'ə vursam olur 400%. Yəni 400% böyük olur renkli olmayan sahə, mavi renkli sahədən olur 400% böyük.